Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün Azərbaycanın milli mətbəxinə aid olan çox dadlı, ləzzətli qatlama hazırlayacağam. Mən 1 kiloqram unun qatlamasını hazırlayıram. Bunun üçün 1 xörək qaşığı, yəni 10 qram quru maya götürürük. Quru mayanın üzərinə ümumilikdə istifadə edəcəyimiz süddən 3-4 xörək qaşığı əlavə edib qarışdırıb və mayamızı bir kənarda gözlədirik. Süd də mütləq çalışın ki, ilıq halda olsun, yəni soyuq halda istifadə etməyin. Digər qalan ərzaqlarımız da yumurtadır, yağdır, hamısı ev temperaturunda olmalıdırlar. 1 kiloqram unun üzərinə yarım çay qaşığı duz, 2 çay qaşığı şəkər tozu əlavə edib quru ərzaqlarımızı qarışdırırıq. Qarışdırıb arasında bir oyuq açırıq və bura ev temperaturunda olan 2 ədəd ağlı sarlı yumurta əlavə edirik. Üzərinə 8 xörək qaşığı duru yağ əlavə edirik. Mən qarğıdal yağından istifadə edirəm. Yağımızı da əlavə etdikdən sonra çəngəllə yağı üzdən biraz belə qarışdırırıq. Sonra üzərinə südlə birlikdə həll etdiyimiz mayanı əlavə edirik. Üzərindən 1 stəkan südü də əlavə edib və qalan südümüzü də hissə-hissə əlavə edərək ələ yapışmayan yumşaq bir xəmir yoğururuq. Dəyərli izləyicilərim, kim hardan videomu izləyirsə, videomuzu izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Bir də dəyərli izləyicilərim, yeni açdığım Kəmalə Kərimli 82 vlog kanalıma da abunə olmağı unutmayın. İnşallah yaya doğru çox gözəl videolarımız olacaq həmin kanalda. Kim ki kanalıma yeni qoşulub, vlog kanalımı da mütləq izləyin, abunə olun. Orada da dəstəyinizi gözləyirəm. Və gördüyünüz kimi xəmiri yaxşı-yaxşı yoğurdum. Ümumilikdə reseptə 2 stəkan süddür, amma mən bu dəfə 50 ml artıq süd istifadə etdim. Yəni 2 stəkan südə əlavə edib xəmiri yoğurmağa başlayın. Əgər lazım olarsa bir qədər də süd istifadə oluna bilər. Mən ümumilikdə 2 stəkandan, yəni 400 ml eləyir 2 stəkan südümüz, 50 ml artıq süd istifadə etdim. Baxın, gördüyünüz kimi bərk olmayan yumşaq bir xəmir yoğururuq, üzərin qalın bükürük və 1 saat yarım mayalanmağa qoyuruq xəmirimizi. Bu müddətdə də 500 qram, yəni yarım kiloqram kərə yağını əridirik və hətta qaynadıram ki, ayranından ayrılsın. Yəni bizə lazımdır ki, ayranından ayrılmış xalis kərə yağı olsun, yuxaları yağlamaq üçün. Və gördüyünüz kimi xəmirim çox gözəl mayalandı. Xəmirin mayalanması da baxır ki, xəmiri necə bükürsüz. Mənim xəmirim 1 saat 10-15 dəqiqə müddətində çox gözəl mayalandı. Xəmirdən maya qoxusunun gəlməmək üçün əvvəlcə bir qədər havasını alıram. Daha sonra isə xəmirimi tərəzidə çəkirəm. Nə üçün tərəzidə çəkirəm? Mən istəyirəm ki, kündələrim hamısı eyni bərabərdə olsun. Tərəziniz varsa siz də bu cür edin. Əgər yoxdursa, gözə yarı olaraq da kündəyə bölə bilərsiniz. Mən tərəzidə xəmirimi çəkirəm. Xəmirin kütləsi nə qədər gəlirsə və həmin xəmirin kütləsini də 14 yerə bölürəm və nə qədər gəlirsə həmin qramdan da kündələrimi tuturam. Mənim kündələrimin hər birisi 120 qramlıq kündələr oldu və bunları kündələyirəm. Kündələdikdən sonra da mütləq gözlətmək lazımdır. Ən azı bir 20 dəqiqə gözlətmək lazımdır ki, kündəyə gəlsinlər, bir qədər də şişsinlər, köpsünlər və yayarkən rahatlıqla yaymaq olsun, yuxaları rahat açmaq olsun. Ona görə mütləq gözlətmək lazımdır. Və burada gördüyünüz kimi mənim 14 ədəd kündəm var və 7-7 olmaqla mən 2 dəfə bunları yayıb, üst-üstə yığıb yağlayacağam. Yəni 7 kündəni bir yayacağam, yağlayacağam. Digər 7 kündəni də bir yayıb yağlayacağam. Ümumilikdə 2 yuxayan mən bunları, yəni 2 dəfə olmaqla yayıb yağlayacağam. Gördüyünüz kimi çox qəşəng şişdilər, kündəsini aldılar. İndi isə artıq rahatlıqla yaya bilərik. Üzərinə və altına un səpərək başlayıram yaymağa. Əvvəlcə 2 kündəni yayıb bir kənarda gözlədirəm. Daha sonra isə artıq başlayıram bunları üst-üstə qoyaraq yağlamağa və hər dəfə yağladıqca da digər kündələri də başqa masanın üzərində yayaraq üst-üstə yığaraq yağlayıram. Bəzən xanımlarımızın çoxu qatlama ilə bişini səhv salırlar.
Amma ikisi də fərqli-fərqli reseptlərdir. Həm xəmirləri fərqlidir, həm bükümləri fərqlidir. Qatlama gördüyünüz kimi eynən mən necə hazırlayıramsa bu üsulla hazırlanır. Bişi də baxmayaraq ki, eynən yəni bu cür yağlanır, üst-üstə yığılır. Dadlarında bir qədər oxşarlıq var, amma bükümləri çox fərqlidir. Bişinin də hazırlaması YouTube kanalımda var, istəyən baxa bilər. Bir də onu da deyim ki, bişi cənub mətbəxinə aiddir, yəni cənub bölgəsinə aiddir. Ən çox cənublular hazırlayır, cənub tərəfdə bişirirlər. Amma qatlama isə Qazax bölgəsinə aid bir şirniyyatdır. Hər ikisi də həm qatlama, həm bişi gəlin köçən xanımların xonçasına qoyulur. Gəlin köçən qızlarımız üçün aparılır və bizlər də Novruz bayramında da hazırlayırıq. Çox dadlı, möhtəşəm bir şirniyyatdır. Burada 2 kündənin yayılmasını sizlərə göstərirəm. Digər kündələri yaymağa ehtiyac yoxdur. Yenə də qeyd edirəm, 7 ədəd kündəni yayıram, yağlayıram, üst-üstə yığıram. Daha sonra isə 7 ədəd kündəni də ayrı-ayrılıqda yenə də yağlayıb üst-üstə yığacam. Yəni 2 dəfə olmaqla 14 kündəmizdir. 7-7 olmaqla 2 dəfə yağlanır. Və 2 kündəni yaydıqdan sonra gördüyünüz kimi taxtamın üzərini bitki yağı ilə yağlayıram, bir qədər duru yağ əlavə etdim. Hər tərəfini yaxşıca fırça ilə yağladıqdan sonra yaydığım ilk kündəmi yerləşdirirəm üzərinə və ehmalca cırılmamaq şərti ilə dartaraq kənarlarını birləşdirirəm. Burada kənarlarını dartaraq birləşdirdikdə siz yuxanın naziliyini də görmüş olursunuz. Yəni bu cür yuxa nazik olmalıdır ki, qatlamada qəşəng xırçıltılı alınsın, yəni qat-qat alınsın. Burada da əritdiyim ayrandan ayırdığım 500 qram kərə yağımızı da fırça ilə hər dəfəsində kündələri yağlayıram və hər dəfədə dəmirin üzərində çox az vam atəşdə saxlayıram ki, donmasın. Yəni yağ belə duru halda çəkilməlidir kündələrin üzərinə. Kərə yağı olduğu üçün kənarda qalanda tez donur. Ona görə də dəmirin üzərində vam atəşdə saxlayıram ki, isti qalsın. İkinci kündəmizi də üzərinə yerləşdirirəm. Yenə də kənarlarını ehmalca dartaraq birləşdirirəm və yağlayıram. Baxanda da yuxaların naziliyini görmüş olursunuz. Görürsünüz, çox nazik yayılır. Bu cür olmalıdır ki, qatlamalarınızda qəşəng xırçıltılı alınsınlar, qat-qat alınsınlar. Yəni yuxalar çox nazik olmalıdır qatlamada. Və beləcə 7 kündəmizin 7-sini də üst-üstə qoyaraq yağlayıram. Ən üst kündəni, yəni 7-ci kündəni isə yağlamıram. Bu artıq 7-ci kündədir. 7-ci yuxamızdır. 7-ci yuxanın üzərini yağlamıram. Kənarlarını birləşdirdikdən sonra 3 barmaq enində olmaqla lentalar kəsirəm. 3 barmaq enində lentalarımızı kəsirik və bir yuxayandan bizdə 12 ədəd lenta alınır. Hətta istəsəniz 4 barmaq enində belə bunları kəsə bilərsiniz. Və beləcə gördüyünüz kimi hamısını 3 barmaq enində kəsirəm. Kəsdikdən sonra forma verirəm və bunları gözlədirəm. Mütləq üzərlərini salafanla örtüb gözlətmək lazımdır. Yəni düzəldən kimi birbaşa bişirmək olmaz. Mütləq gözlətmək lazımdır bunları da. Baxın, bu cür bükürəm. Bükərkən də 3 barmağıma dolayıram lentanı və kənarları biraz bərk edirəm. 2 barmaq vasitəsilə içərisini biraz oyuruq, biraz enlədirik. Bir qədər enlətdikdən sonra baxın belə 2 qatlayırıq. Qatladıqdan sonra da biraz da üzərindən basıb bunları yığırıq. Görürsünüz, üzərlərindən basarkən bir qədər nazikləşir. Daha sonra isə bunlar qalıb kündəsini aldıqda şişəcəklər və bişərkən də qatları hamısı tək-tək bilinəcək. Və gördüyünüz kimi hamısını eynən bu üsulla hazırlayırıq və yığırıq, üzərlərini salafanla örtüb gözlədirik. Bunlar gözləyən müddətdə də biz digər 7 kündəni başlayırıq yayıb yağlamağa. Digər 7 kündəni də yayıb yağladıqdan sonra kəsirik. Yenə də eynən bu üsulla qatlama formasını veririk. Onların da üzərini örtdükdən sonra artıq ilk hazırladığımız qatlamaları bişirməyə başlayırıq. Çünki ikinci yuxayanı artıq başlayırıq ki, yayıb yağlamağa, kəsməyə, forma verməyə. O müddətdə də ilk hazırladıqlarımız mayalanmış olur. Ona görə də gözlətmədən başlayırıq hazırlamağa. Hamısını artıq burada bitirdim. Baxın, gördüyünüz kimi bu məcmeyinin içərisində olanlar ilk hazırladıqlarımdır. Artıq
artıq qəşəng köpüblər, şişiblər. Gördüyünüz kimi artıq bu bişirməyə hazırdır. Digərlərini isə üzərini örtürəm, onları saxlayıram. Və mən qazanın içərisinə duru yağ olaraq qarğıdal yağından istifadə etdim. Qarğıdal yağını əlavə edirəm. İsidirəm möhkəm isindikdən sonra, yağımız dağ olduqdan sonra ocağın ateşini biraz azaldıram, orta ateşdə. Çox vam ateşdə bişirmirik, orta ateşdə bişiririk və 4-4 əlavə edərək bişirməyə başlayırıq. İlk qatlamaları qazanın içərisinə atarkən, yağın içərisinə atarkən 2 çəngəl vasitəsilə başlayırıq biz onların qatlarını kənar hissələrdən qaldırmağa. Mütləq bu cür etmək lazımdır ki, qatları bişərkən qəşəng bilinsin. Və beləcə hər iki üzünü xına kimi qıpqırmızı qızardırıq. Və mən şiş çöp vasitəsilə gördüyünüz kimi, yəni taxta çöplərdir, bunun vasitəsilə götürürəm və yağını biraz belə tərpədirəm ki, yağı biraz süzülsün və salfet sərdiyim məcmeyin içərisinə qatlamalarımı yığıram. İsti-isti olarkən üzərlərinə şəkər tozu əlavə edirəm. Əgər istəsəniz ki, hər iki tərəfi alt hissəsi də şəkər tozuna bulansın, onda beləcə alt hissələrində şəkər tozuna bulayırıq və yığırıq. Və hamısını eyni bu üsulla olmaqla sonadək bişiririk. Gördüyünüz kimi, baxın, ilk yağa atan kimi 2 çəngəl vasitəsilə qatlarını qaldırmaq lazımdır ki, bişərkən bu qatlar görünsün. İlk dəfə qatları qaldırırıq, daha sonra isə ehtiyac olmur. Və beləcə hər iki üzünü tez-tez xına kimi qızarana dək çeviririk. Bişərkən də yenə də qeyd edirəm, yağını bir qədər belə süzüb götürürük. Və bu reseptlə məndə ümumilikdə 24 ədəd, yəni hər kəsimdən 12 ədəd olmaqla ümumilikdə 2 kəsim etdim, 24 ədəd qatlama alındı. Kənar kəsimlər biraz kiçik ölçüdə olur, amma digərləri hamısı iri ölçüdə alınır. Qazanın içərisindən çıxardarkən, yəni isti-isti olarkən çalışın, tez şəkər tozunu üzərinə əlavə edin ki, şəkər tozunu öz canına çəksin. Soyuduqdan sonra şəkər tozunu özünə çəkmir. Və qatlamalarımız gördüyünüz kimi hamısı bişib hazır oldular. Qatları hamısı vərəq-vərəq, tək-tək sayılır. İnandırım sizləri ki, dadından da yedikcə doymaq olmur. Çox ləzzətli bir şirniyyatdır. İndiyə qədər hazırlamamısınızsa mütləq hazırlayın. Gördüyünüz kimi xırçıltılı, həm də içərisi çox gözəl bişib. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Bu cür ləzzətli təamlardan sizlər də hazırlayın, yaxınlarınızı, ailənizi sevindirin. Videolarımı izləyib, şərhlərdə xoş sözlər yazan hər kəsə, hər bir izləyicimə buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.